Dünya üçün Peyğəmbər buyurur ki, namusu olan başqasının namusuna sataşmaz. Öz namusunun qədrini bilən kiminsə namusuna əyri baxmaz. Bir nəfər öz namusuna dəyər verirsə, öz ailəsinə dəyər verirsə, onda başqasının ailəsinə də dəyər vermək məcburiyyətindədir. Gərək dəyər versin və öz ailəsi kimi də onu qiymətləndirsin. Əksində isə mütləq budur ki, insan üçün bəzi mənfi nəticələr olur. İmam Rıza əleyhissalatu vəssalam buyurur ki, qadınlara baxmaq istər ailəli xanım olsun, istər subay xanım olsun, mütləq formada haramdır. Da mən ilə hədisin tərcüməsini deyirəm. Qadınlara baxmaq istər ailəli olsun, istər ailəsiz olsun, naməhrəmdirsə, onlar haramdırlar. Və əgər bir insan buna davam eləsə, tövbə eləməsə, hansısa fəsadlar gəlib bundan çıxacaq. Yəni, bu günahı ki, məlum əksəriyyət eləyib, eləməyənlərin əli çoxdur, ayağından öpürəm. Amma yolu da budur ki, insan gərək tövbə eləsin də. Bir çox insanlar bir zaman var, deyir ki, namaz da qılmırdılar. Bunun mənası budur ki, daha elə bunlarla bütün əlaqəni kesik. Bugün də ən yaxşı namaz qılandır. Allahın inayətidir də. Məsələ budur, əgər olubsa bura qədər, gərək insan bundan sonra ki, olub da, bundan sonra Allahla bir dənə əhd peyman bağlaya və tövbə eləyə ki, Allah, daha mən bir də bu haramlardan eləməyəcəyəm, sonra o gün ki, gəlib gözlər ağlayacaq, mənim də gözlərim orada ağlar qalsınlar. Ona görə də bizim öhdəmizə düşən məsələlərdən biri də bundan ibarətdir ki, çalışaq öz ətrafımızda olanlara, xüsusilə xanımların geyim məsələsinə əlimiz çatan qədər, gücümüz yetən qədər müdaxilə eləyik, yaxşı mənada. Yəni bir qardaş kimi, bir qohum kimi, bir dost kimi, yəni o insanın yaxınlarına, ailə başçısına. Mümkündür, bir çox müsəlmanlar var ki, müəyyən vacibatları bilmirlər. O kişini başa salasan ki, əmi, dayı, qardaş, məsələn, İslamın belə bir hökmü var, belə bir tələbi var. Yaxşı olar səndə bunu xanımların üstündə, ən azından o ailə üzvlərinin üstündə tətbiq edəyəsən ki, bundan digər fəsadlar da doğub əmələ gəlməsin. Bəs geyim məsələsində, xüsusilə xanımların geyim məsələsində, düzdür, indi bəzi ağaların geyimləri xanımlarınkindən də eybəcərdir, amma hər halda xanımların geyim məsələlərində gərək biraz çox diqqət olunsun və müəyyən geyimlərə İslam dini üstünlük verib. Bilirsiniz, bəzi geyimlər var xanımlar üçün, İslam dini onu daha çox dəstəkləyib. İslam onun daha çox tərəfində dayanıb. Məsələn, Həzrət Rəsulullah sallallahu aleyhi və səlləm gedmişdi Bəqi qəbirstanlığının ziyarətinə, ki, bugün bəzi cərəyanlar deyirlər, qəbir ziyarətinə getmək haramdır, yalancının atasına lənət. Həzrəti Peyğəmbər gedmişdi Bəqi qəbirstanlığının ziyarətinə, bir dənə xanım da keçirdi mini ilə, atın üstündə keçirdi. Atdan yıxılanda ki, Peyğəmbər gördü bu xanım atdan yıxılır, dərhal üzün çöndərdi. Deyir, səhabə gördülər ki, salamünaleyküm, Həzrət Rəsulullah narahat oldu və üzün çöndərdi ki, bu xanımın yıxılmış formada görməsin. Fəqalu, ya Rəsulallah, innəha mustarvilatun. Ya Rəsulallah, narahat olma, o xanım şalvar geyinib. Qal, Həzrət Peyğəmbər buyurdu, Allahümmə qfir lil mustarvilatis səlasa. 3 dəfə bu sözü təkrar elədi. Dedi, Allah, çölə çıxanda şalvar geyinən xanımları bağışla. Peyğəmbər 3 dəfə bu duanı təkrar elədi. Allah, çölə çıxanda şalvar geyinən xanımları bağışla. Ondan sonra səhabəyə üz tutaraq bu cür buyurdu. Əyyuhənnas, Əyyuhənnas deyir bir qrup insana baxaraq, amma mənası budur, bu söz qiyamətə gedir. Niyə? Deyir, çünki ey insanlar, demir ay mənim səhabələrim, ay buradakılar. Deyir, ay insanlar, İttəxəzu səravilat fə innəha min əsdər siyabikum. Çalışın xanımlarınıza bu geyimi geyindirin, çünki Allah qatında ən yaxşı geyim budur. Yəni, qadının örtünməsi üçün ən yaxşı geyim budur. Və hassinu biha nisa'akum. Və
öz məhrəmlərinizi bu geyimi geyindirməklə naməhrəmlərin gözlərindən qoruyun. Amma ya Rasulallah, hansı geyimlə gedir? O geyimlə ki, elə bir dənə şalvarın özü olsun, yox, məlum ki, söhbət ondan getmir. Gərək onun üstü örtülsün. Yəni, müəyyən geyimlərdən sonra vasitəçi və köməkçi geyimi olaraq ən yaxşı köməkçi budur hicab üçün, çadırı üçün. Amma nəinki tək ki, başqa paltar geysəydi ondan daha yaxşı olardı. Daha onların izahını çox vermirik. Amma Həzrət Rəsulullah 3 dəfə dua elədi o xanımlar üçün ki, digər şəraitə əməl eləyərlər, yəni hicabın şəraitinə və eyni zamanda da şalvar geyinərlər ki, eybləri örtmək üçün, naməhrəmin gözündən qorunmaq üçün 3 dəfə dedi Allah bu xanımları bağışlayın ki, Peyğəmbər o xanımlar üçün, o anabacılar üçün dua eləyib. Bəs buna riayət olunsa yaxşı olar, amma yenə də deyirəm, o biri şəraitlə üst-üstə düşmək şərti ilə, o biri digər geyimlərlə bir-birini tamamlamaq şərti ilə, nəinki tək eybəcər o geyimdən istifadə eləmək şərti ilə. Əgər bu cür olsa, elə insanın əli çatan qədər yaxınlarında buna riayət elətdirmiş olsa, cəmiyyət amanda olar. Cəmiyyətin dini qorunar, cəmiyyətin əqidəsi qorunar. Baxın, hərə öz əli çatan qədəri düzəltsə görün, nə qədər ətraf mühitdə saflaşma və paklaşma gedər. Hərə imkanı qədər yaxın tərəflərə əlin uzatsa bu mənada nə qədər görün islah olmuş olar cəmiyyət və cəmiyyətdə insanların düşüncələrini qarışdıran görkəmlər azalar. Çünki bu insanın dünyasını da bərbad edir, ahirətini də bərbad edir. O hədis ki oxumuşduq keçən həftələrdə ki, ya İmam Sadiq əleyhissalam deyirdi, zəhərli bir dənə ox olar, gələr insanın qəlbinə sancılar. Bəzən deyirlər adamın, o abidin hadisəsini yadınıza gəlir də, adamın hətta imanın da əlindən alar və başqa hadisələr də var, biri düşdü yadıma. O da bundan ibarətdir ki, bir gün deyirlər bir dənə məscidin müəzzini var idi. Müəzzin rüstə əzancı. Bir dənə məscidin əzancısı var idi. Gəldi, dünyasını dəyişdi. Bunlar da 3 qardaş idilər. Böyük qardaş dünyanı dəyişdi. Bir ömürdü məsciddə əzancı işləyirdi. İkinci qardaşı Elhamdülillahi Rabbil aləmin və havlərə lənət. İkinci qardaşı götürdülər, qoydular bunun yerinə müəzzin. Yəni ortancıl qardaş oldu müəzzin. Bir müddət də, neçə ilsə bu ortancıl qardaş məsciddə əzancı oldu, əzanları verdi. Gəldi, gün o gün oldu ki, ikinci qardaş da dünyasını dəyişdi, növbə çatdı ən kiçiklərinə. Cəmaət gəldilər, gördülər ki, əzan verilmir, əzancı da yoxdur. Yəni, adətən ki, bu üçüncü qardaş gəlməli idi bura. Üçüncü qardaş, balaca qardaş da gəlməyib. Gəldilər bu kişinin evinə. Dedilər ki, niyə bəs əzanı vermirsən? Dedi ki, məni üzürlü sayın, mən daha əzançılıqdan imtina elədim və mən əzan verməyəcəyəm. Çox təkid elədilər, gördü ki, yoxdur da bundan əl çəkmirlər, məcbur oldu səbəbini açıqlamağa. Dedi ki, mən istəmirəm dünyadan dinsiz gedim. Çünki mənim o 2 əzancı qardaşım dinsiz getdi. Baxmayaraq ki, bir ömür məsciddə xidmət göstərdilər, əzancı oldular. Amma dünyadan dinsiz getdilər, Allahsız getdilər. Niyə? Deyir, onların hər ikisi, böyük qardaşım da, ondan sonraki qardaşım da can verəndə mən onların başının üstündə Quran oxumuşdum. Mən onlara təlqin deyəndə ki, la ilahə illallah, Muhammedən Resulullah, Əliyyən Vəliyyullah, çünki yaxşısı odur da, məsələn, bunu yadda saxlayaq. Düzdür, molla zəhmət çəkir, müstəhəbb olsa da onu eləyir, o rəhmətlik üçün təlqin oxuyur. Amma rəhmətlikin orada nə cavab verməsi və reaksiyası bizə məlum deyil.
Yaxşı olar ki, o can verənə dili ilə dedizdirəsən bir la ilahe illallah. O şəhadəteyni buna dedizdirəsən. Orada nətər olacaq Allah bilir. Orada qaldı əmələ, orada deməklə olan şey deyil. Amma burada en azından can verənə adam bunu dedizdirsə yaxşı olar. Deyir, mən istədim qardaşlarıma, o balaca qardaş deyir, təlqin dedizdirim, şəhadəteyni dedizdirim, heç biri demədilər. Dedilər ki, biz bu Allahı qəbul eləmirik. Dedim, səbəb nədir? Mən böyükdən də soruşmuşdum, ikincidən də soruşmuşdum. İndi ona görə mütləq formada mən bu vəzifədən imtina edirəm. Dedilər, səbəb budur, biz ki əzan verməyə də o vaxtda risklə olmayıb da əzanda, canlı veriblər. Deyir, biz ki çıxırdıq məscidin minarəsinə əzan verməyə, minarə də məlum da, hündür yerdir də, o məscidin yanındakı evlərin həyətləri görükürdü. O həyətlərdə gəzən naməhrəmlərə baxırdıq əzan verə-verə. Ona görə şeytan o anda gəldi, oturdu sinələrində, dedi, düyün Allah yoxdur. Bir nəfər əzan verə-verə Allahın haramına baxsa, axırda bu cür olar da. Bir nəfər namaz qıla-qıla haram yesə, haram eləsə, haram danışsa, axırda bu cür olar da. Dedi, yox da, məni üzürlü sayın, mən istəmirəm Allahsız gedim bu dünyadan. Baxmayaraq ki, bir ömür onlar namaz qılmışlar və əzançı olmuşdular. Baxın, o harama baxmağın nəticəsinə gəlir, bəzən hətta adamı Allahsız da aparır. Ona görə imam buyurur ki, bu məsələdə çox diqqətli olun və keçən dəfə qeydin vurmuşduq. Mümkündür, digər məsələlər var ki, onlarda insan bir mənada, müəyyən qədər, bir səviyyədə qabağa gedə bilir. Amma bu çətin məsələdir. Qeydində vurmuşdum. Mümkündür, bir nəfər hətta qeyri-mömindir, amma heç yalan danışmaz. Heç namaz qılan da deyil, heç yalan da danışmaz. Tanıyırsınız da belə adamlar. Tanıyırsınız da belə adamlar. O da elə insanlar var. Sən ölə baş kəsirlər. Mömin Allaha da and içir, yalan danışır. Elə deyil. Qurana əl basır, əməl eləmir. O birilər yenə belə də polimeyni, belə bəlkə bəzilərində olur. Mümkündür biri çox imkanlı ola, amma məlbəsuhum əl-iqtisad, dolanışığında o normal həddi qoruya. Necə ki, çoxları indi hər halda ona riayət edirlər. Bu hədisə əsasən olmasa da gözə girməmək üçün eləyirlər. Hindi yerini değişən meyyarlardan biri də da, kasıblar bahalı maşını sürür, varlılar ucuz maşını sürür. Kasıblar yaxşı ev tikdirir, varlılar gözə görünməyən bir ev tikdirir. Şimdi bu şeyler dəyişib də, mümkündür insan bunları qoruya. Təvazukar ola müəyyən həddidə. Amma bura çatanda imam deyir, çox çətindir, amma eyni zamanda da çətindir, həm də şərəfli bir işdir də qorusun. Qorumasın da, hətta deyir, insanı Allahsız da eləyə və bu dünyadan dinsiz aparar. Allah'ın verək, öz Allahlığına xatir bu sifətləri həyata keçirmək üçün bizə güc versin. Amin.